Yəni bu qurban kəsmək məcburi deyil. Məcbur deyil. Ümumiyyətlə bir şey ki müstəhəbdirsə, onu məcbur etmək düzgün deyil. Evet. Ona görə qeyd etdim ki, hacda olanlar, əgər bir nəfər niyyət edib hacca gedibsə, vacib haccı həyata keçirirsə, orada artıq Qurban Bayramı günündə qurban kəsmək ona vacib olur. Evet. Orada qurban kəsmək. Amma hac ərəfəsində olmayan insanlar, öz ölkəsində yaşayan insanlar, daha doğrusu hacca getməyən insanlar müstəhəbdir. Müstəhəbdir, insanı bir, həm də Qurban Bayramı insanı duyğuları gücləndirir. Əsas gözəlliyi də bundadır ki, bir il insan öz ailəsi, öz yaxınları ilə belə deyək, bir süfrə ətrafında toplaşıblar və Allahın verdiyi ruzilərdən qidalanıblar. İndi bu bir gündə isə bütün xalq olaraq, cəmiyyət olaraq, ümmət olaraq bir-birləri ilə bölüşsünlər. Bölüşmək həm insanların bir-birinə qarşı olan belə deyək, soyuqluqlarını sevgiyə, məhəbbətə çevirir və həm də insan ruhunu paklaşdırır. Eyni zamanda insanın qazancına da xüsusi bərəkət verir. Və mən tövsiyə eləyərdim ki, icazənizlə tövsiyə eləyərdim ki, kimin əgər qurban kəsmək şəraiti varsa, qoy kəssin. Belə bir məsələ də var. Bəzən görürsən ki, mən müəyyən bir vəsait toplamışam, qurban kəsəcəm və görürəm, bəli, qurban kəsənlər də var. Vəsait toplamışam, qurban kəsəcəm, amma bilirəm ki, qonşuda yaşayan bir kəsin evladı xəstədir. Onun müalicəsi üçün pul tapa bilmir və bu uşaq bu xəstəlikdən ciddi zərər görür. Baxıram ki, qurban kəsənlər də çoxdur bugün. Mən burada nə edə bilərəm? Görəsən bu işi icra edə bilərəm ya yox. Deyir, burada ən yaxşı qurbanlıq budur ki, sən istədiyini yenə eləməyəsən. Əsas məsələ insanın istəyi ilə mübarizədir, qurbanlıqdır, elə deyil. Mən də qoç kəsib paylayardım digərləri kimi deyir, yox, sən yaxşıdır ki, belə eləməyəsən. Burada sən nə eləyəsən? Sən qurban kəsib ət paylayacaqsan, amma bu uşaq xəstəlikdən ölsə, bu xəstəlikdən ciddi əziyyət çəksə, sən o qoç kəsib paylamağın heç bir əhəmiyyəti olmayacaq. Qoç kəsənlər də, heyvan qurban kəsənlər də kəssinlər. Amma sənin üçün burada artıq ondan da vacib bir vəzifə çıxır ortaya. Bu xəstə uşağa yığdığın vəsaitlə yardım eləmək. O yardım eləsən və yaxud hər hansı bir universitet tələbəsidir, ehtiyaclı ailədir, savadlı, potensiallı bir gəncdir, amma maddi durumu zəifdir, illik xərcini ödəyə bilmir. Yox, sən bu il, keçən il kəsmirsən, qoy digərləri qurban kəssin, qurbanlıq bayramı da yaşasın və qurbanlıq bayramını digər müsəlmanların da rifah içində yaşamasına kömək olur. O bir gənc oğlanın mı, qızın mı, belə deyək, illik xərcini də qoy savadlı olsun, oxusun, təhsil alsın və o da fayda verə bilsin cəmiyyətə.